Oxucular üçün qeyd. Sualın birinci hissəsində adın və soyadın mənşəyi izah edilir. İkinci hissədə əsərin yaranma tarixi haqqında məlumat verilir. Oyuncular adı, soyadı və əsəri deyirlər. Personajın adını, soyadını və əsəri deyirlər. Soyadı olmayan personaj olar da. Nasist yox, hamısının adı soyadı var. Nasist partiyası üzvləri, antonim, insan, bədən üzvləri və sindromlar, latınca ədəbi ifadələr. Ədəbi qəhrəmanlar, 10 xallıq sual. Latın dilindən tərcümədə adı həyat mənasını verən sözdən götürülmüş. Soy adı isə Vito Corleone, xaç atası, düzdür. adı qədim Yunan dilindən tərcümədə müdriklik mənasını gəlir. Soyadı fransız dilindən qardaş və ya bacının övladı kimi tərcümə edilir. Sophie Nevers, Da Vinci kodu. Bəli, 30 xallıq sual növü. Qədim Romada, Afinada daxil olmaqla Mərkəzi Yunanistandan olan əhalini bu ümumi adla da çağırırdılar. 1960-cı ildə çap olunmuş əsərin bu qəhrəmanını və əsəri deyin. Aha. Atkus filmdir, Maskarsanı öldürməli. Bir də söhbət edin. Əsas sakinləri olan 4 tayfadan birinin adından götürüb 1891-ci ildə çap olunmuş əsər əsasında çəkilən filmlərdən biri Şeytanla Saziş adlanır. Personajı və əsəri deyil. O, öz adını qədim Yunanistanın əsas sakinləri olan 4 tayfadan birinin adından götürüb. Grey, Dairilər fikirləşdir. Dorilərdən Dorian Grey götürüb. Onun adı qədim Yunan dilindən tərcümədə Tanrının hədiyyəsi mənasına gəlir. 1900-cü ildə çap olunmuş əsərin Grimm qardaşları və Andersenin nağıllarından, həmçinin Alisa Möcüzələr ölkəsində əsərindən ilhamlandığı güman edilir. Personajı və əsəri 1900-də çap olunub, tam Rome 1900-də Tanrının hədiyyəsi. Tanrının hədiyyəsini bilmirəm, familiyasını bilmirəm. Yəni, familiya nə demək lazımdır? Əsər də bilmirəm, əsər də bilmirəm. Əsər yəni ki, Cərəm Korkmaz. Odur. Yox. Teofrast. Oz ölkəsinin seyirbazı Dorothy Gale. Nasist partiyası üzvləri. At War rock qrupu mahnılarından birində onu SS-in dişi canavarı. Ne canavarı? Dişi canavarı. Dişi. Dişi. Riefenstein. Səhvdir. Qarşıda. Adlandırıb. Canavarsa Eva Braun olsun. Səhvdir. İlza Koch. Hansısa şey tikən. Mendele'nin qadın variantı. Şey tikən. Dəriləri soyub süfrə zad tikirdi. Horst 1973-cü ildə logosunda 3 figur olan Arena adlı yeni şirkətin əsasını qoydu. Siz isə Horst'un kimin oğlu olduğunu deyin. Horst 1973-cü ildə Hayda, ikisindən biri. Arena. Əşi olsun Hugo Boss. səhvdir. Şimdi Emin. Mənə Adolf Dassler. 3 figur, 3 zola. Sonra Adidas'ın logosunda 3 zola gəlir. Araşdırmaların nəticəsində məlum oldu ki, toplantı keçirilən otaqdakı masanın qalın və möhkəm ayağı məhz ona ön planlı həyata keçirilməkdə mane olan səbəblərdən biri idi. Klaus von Stauffenberg 1945-ci ildə Nasist partiyasına üzv olan bu filosof Neçənci ildir? 45-ci ildə Nasist partiyasına üzv olan bu filosof qolunda svastika təsviri olan lent gəzdirərdi. Hətta deyilənə görə o fəlsəfə dərslərdi Heil Hitler slogan. O Hitlerin ən yaxın dostlarından olsa da 1969-cu ildə qələmə aldığı 3-cü Reyxin iç üzü kitabından əldə etdiyi gəliri Yəhudi yardım qurumlarına bağışlamış və Nürnberg məhkəməsində günahını etiraf etdiyi üçün üzr istəyirəm. Antonim. Yəni 2 dənə söz deyəcək. Yox, bəzəni deyə bilərsiniz, bəzəni deməyəcəksiniz. Yəni, bəlkə mən antonimləri sualda dedim, siz mən başqa şeydir sualda. 1956-cı ildə Aldous Huxley tərəfindən yazılmış bu əsərdə bir neçə yerdə Dante'dən Onun cənnət və cəhənnəm məsələn. kitablar gətirilir.
2006-cı ildə çəkilmiş Bon Cop, Bad Cop filminin çəkiliş prosesi. Hayda. Şimali Dakota. Səhvə. Yox, mən polis oxuyuram. Sen bir dakika. Düş, yaxşı polis, pis polis. Mən sizə Good Cop, Bad Cop demədim. Fransız Biri olan. o da Quebec idi bura. Biri Fransız. Tam burada burası bir şeydir də. Quebec çıxsın. Burada. Can Başkent məqaləsində qeyd yox, bu dörtlüydü. Nə qədər qəribə olsa da, X-Men Keçmiş Günlər Gələcək filmində Professor Xavier bu içki brendini sevdiyini vurğulayır. Nə qədər qəribə olsa da, X-Men Keçmiş Günlər Gələcək. Mən deyim, Johnny Walker. Ölüveri sən çəkir, əl elə. Can Başkent məqaləsində qeyd edir ki, bir gün gələcək, bu iki şəxs Lev Tolstoydan daha məşhur olacaq. Can Başkent Türkdür. adlı bir Türkiyəli məqaləsində qeyd edir ki, bir gün gələcək bu iki şəxs Lev Tolstoyun hərb və sülhündən daha məşhur olacaq, savaş və barış Manso. Barış Manso, savaş Manso. Savaş Manso nə var o ki? Səy olub Can Başkent. Məqalədə deyib də, o demək deyir ki, məşhur. Tam bundan Barış və savaş Manso deyil. İltazdan çempionatı olmuşsan da, biraz. Savaş Manso deyil. 1848-1923-cü illərdə yaşamış bu şəxs, 1848-1923-cü illərdə yaşamış bu şəxs, əsas əsərləri, seçilmişlərin yüksəlişi və enişi və ümumi sosiologiya dərsləri kitablarını 1901-16-cı illər aralığında yazıb, 1848-1923-cü illərdə yaşayıb, əsas əsərlərini 1901-1916-cı illər aralığında yazıb. Kimsə Young. Yox. 75 il yaşayıb. Əsas Elini çek dur. Tamam, çek. Kaleto. Əsas işlərində 15 il. 15 il, 75 il, 20%. Otuz hesab olarsa, kök altından. İndi 4. İnsan. Robert Burns'ün şeirlərinin İnsan. Robert Burns'ün şeirlərinin birində obrazın tarlada işləyərkən kötanı kiçik bir canlının yuvasını dağıtmasından və bundan sonra tarla sahibinin Bəlkə Herrarum Monument. səhvdir və bundan sonra tarla sahibinin duyduğu üzüntüdən bəhs edilir. Bu şeirlə tanış olan John'un 20-ci əsrin 30-cu illərində hansı romanını yazdığını deyin. Uşaqlar işləyirəm. İnsanlar və sıçanlar. İnsanlar və insanlar. Uşaqlar, Orxan. Eşidirəm. Bəsdirində. Eramızdan əvvəl doğulmuş şəxsin əsərindən parça. Bir pəncə, 4 barmaq. 1 fut, 4 pəncə. Olsun şeydə yəqin. İnsan demək lazımdır. Zenon da yəqin. Səhvdir. Vitruv insan. Vitruvi. Neyse. Dizayner Irina Blok hər kəs tərəfindən tanınan və qəbul Dizayner Irina Blok hər kəs tərəfindən tanınan və qəbul edilən loqonun nə olduğu barədə düşündü və sonra qərar verdi ki, bu tualet qapılarındakı kubik formada olan insan silüetidir. Həmin fiqur üzərində bir qədər işlədi. Olsun Schwarzkopfdur. Səhvdir. Həmin fiqur Hə, mən nə vurdum? Androidin znakını. Androidin Yeri dəli. onu yaxşı rəngdə boyadı. Antenlə əlavə etdiyi sual. Kamera, aza kamera elə. Oynasın növbəti biri Lüvi sən də məsələn Zəki Simptom. Zeigarnik effektinə görə yarımçıq qalan, tamamlanmamış, kəsintiyə uğramış işlər tamamlanmışlardan daha çox və daha yaxşı qavranılır. Siz isə Zeigarnik effektindən danışılan yazıda 16-cı əsrə aid nəyin xatırlandığını tapın. Sual yəni ki, başa düşdünüz, aydın edilmək. Adəmin yaradılışı. Adəmin yaradılışında barmaqlar bir-birinə toxunmur. Dəhşət. Belə 50 Hannah Arendt və Max Scheler tərəfindən elmə gətirilən bu anlayış antropologiyada əsasən əylənən insanla müqayisə edilir. 451 Fahrenheit əsərində kiçik qəbul edici düzəldən obraz da öz adını məhz bu anlayışdan alıb. İki sözlə deyin. Nə?
Oyda. Necə oldu? Bir sözlə deyirsənsə, yəni çox da. Mənə versən belə. Demək ki, liderlikdir. Yox. Mən deyim bir dənə. Homo sapiens. Homo faber. Yaradıcı insan, usta insan. Faber də İnsanlar demək. Deyəsən mövzu qutarsındır. Mənfi 20 plus 80 plus 20 plus 20. Forakda. bədən üzvləri və sindromlar. Axırıncıdır bu. Yox, hələ biri də var bundan sonra. Latınca ədəbi ifadələr. Onun 13 yaşı olarkən sağ bud sümüyü, bir il sonra isə sol bud sümüyü sındı. Oyda, mən nəyə vurdum? Topal Teymur. Səhvdir. Modern fiziklər isə bunu piknodizostizon simptomu kimi mənalandırırdılar. Deməli, sağ bud sümüyü qırılır, sonra sol bud sümüyü sınır və bu balaca boy olur bu insan. Bu adı da Toulouse-Lautrec, sigara adı Toulouse-Lautrec sindromu. Sindrom var. Hə, kimin adına sindrom varsa biz onları deyirik. Onun 13 yaşı olarkən. Yəni biz Toulouse-Lautrec sayılır. Hə, işte. Onun dedim. Yəni mən sualı sizə o, bu, nəyi deyirəmsə onu Öyle bir deyəcəksiniz. sindrom olan adamım. Əli dəli aparıcı. Stratfordshire doğumlu olan Kate Lockett müsahibələrinin birində demək istədiklərini yazmaq məcburiyyətində qaldığını deyir. Kate'i eşidənlər onun, yəni Kate'in özünün Polşanın harasından olduğunu belə soruşurdular. Bəs Kate Lockett hansı sindromdan əziyyət çəkirdi? Stratfordshire doğumlu olan Kate Lockett müsahibələrinin birində demək istədiklərini yazmaq məcburiyyətində qaldığını deyir. Kate'i eşidənlər onun Polşanın harasından olduğunu belə soruşurdular. Bəs bu Kate nədən əziyyət çəkirdi? Hansı sindromdan? Locking sindrom. Bu xarici dil sindromudur. Xarici dil sindromu. Bu sindroma planların nitqində müəyyən pozuntular meydana gəlir. Bu o qədər pis danışırdı. Bu bilər ki, bu palyaqdır. Bu da xarici dil sindromundan əziyyət çəkirdi. Müasir texnologiyanın inkişafı ilə ortaya çıxan bu sindroma əsasən touchscreen Baş barmaq sindromu. Baş barmaq daha yaxşı inkişaf edir. səhvdir. Əsasən touchscreen cihaz istifadəçiləri tutulur. Belə ki, kiçik ölçülü klaviaturada yazı yazarkən səhvən yanındakı klavişə toxunmaqla ortaya çıxan hərf səhvləri məhz bu sindromun nəticəsində baş verir. Adı var mı? Adı var. Yəni adını olsa səhv deyil, Azərbaycan adını səhv deyil. Hamımız onun əziyyət xoşlanır. Yəni təkcə baş barmaqda elə bütün barmaqlarda olur. Bilirəm, autokorrekt amma... Bu fat finger sindromudur. Bütün barmaqlar, sumoslar bütün barmaqlar gömülür. Sumoçular dostum. 1943-cü il 8 dekabrda cavabda mən deməlisiz 3 söz. 3 söz. Yəni xüsusi isim deyil, 3 söz deməlisiniz. 1943-cü il 8 dekabrda 20 günlük komadan ayıldı. Artıq izolyasiya sindromuna tutulmuşdu. Şüuru öz fəaliyyətini davam etdirsə də, bədəni üçün bu sözləri demək olmazdı. Siz həmin şəxsin hərəkət etdirə bildiyi Mənim sol ayağım. səhvdir, yeganə bədən üzvünü dəqiqliklə deyil. Foydu deyəm. Risk edeyim də. Deməli, onda nə idi? Sağ idi, yoxsa sol? Sol göz... Nə deyirlər ala buna? Göz qapağı da sol. Hey! 50% şansını çox müsbət dəyərləndirir. Azər kameraya, Azər kameraya. İki dənə padaşıqla açıq gəlir. Onu bırak, onu bırak. Birini sərbəsə vurur. Yenə dəqiq cavab qəbul. Böyük partlayış nəzəriyyəsi serialının epizodlarının birində Sheldon Cooper oyun konsolunda uzun müddət oyun oynayan Penny də bu sindromun simptomlarını gördüyünü iddia edir. Yəni hamımız PlayStation oynayanda o qədər oynayırıq ki, barmaqlarımız bu sindromdan əziyyət çəkir. Bunun adı var. Yaslı barmaqda da Gözü görünməz barmaq sindromu. Bu karpal tunel sindromu. Karpal tunel. Latınca ədəbi ifadələr hesab. Mənfi 20, 10, 50, 20. Bu bazı Amerikan ingiliscəsində Qulaq as, latın ifadələr ədəbiyyatdadır. Niyə sonra? latınca ədəbi ifadələr. Siz mənə latınca ifadə deyəcəksiniz cavabda. Ədəbi postu biraz çaşdır. Cavabda. Sən Məsələn, carpe diem. ədəbi unut, ədəbini unut. Sən mən cavabda latınca nəsə deyirəm. Latınca nəsədir? Nəsədir? Amerikan ingiliscəsində şorbadan fındığa mənasına gələn ədəbi ifadə var. Abovo. Alkimiyada fəaliyyətin ən yüksək nöqtəsi hesab edilən
həyat eliksirinin və fəlsəfə daşının hazırlanması məhz bu ədəbi ifadə ilə adlandırılır. Virüsün var. 20-ci sual necə verirsəniz var, deyin də. Şey demir. Tikanlı Ha, şimdi verə nə deyirlər latınca? Əsas Ay, denəm. Sayılır. Yox, rəsid açmır. Yox, sən bunu rəsid deməsin. Carpe diem. Hə, sən yaz. Dozu demək. Şeydi, bildim. O, şeyde Opsmun. Yox, adı. Göz-gözlüyüm nə deyir? Bu desin ki, narahat. Opsmun deyildi, nəsə belə bir şey oldu. Dəqiq cavabı deyir. Opsmun. Magnum opus. Yunanlar buna Apo Mikalis Theos deyirlər. Deus ex machina. Bir heç birisilər yoxsa yox? Bir dənə onu oxutmuşdum. Latınca yaxşı qeyd etmək mənasına gələn nota bene ifadəsi xüsusi diqqət yetirilməli olan qısa qeydlərə verilən addır. Sizsə məqalələrin birində nota benedən danışarkən hansı abreviaturanın adının çəkildiyini və ya həmin abreviaturanın açılışını deyin. Postscriptum. Postscriptum. Bu ifadəyə həsr olunan Wikipedia məqaləsindən flashback, əks xronologiya məqalələrinə keçid var. Mənası hadisələrin ortasında deməkdir. Hansı latın ifadəsi? Bu oborun tam əksidir. Alma. Alma, alma. Məsələn, Bu ova alma. Mala. bu in medias res, in medias res. Deməli, adilər bitdi. Medias res Zolotaya Siricinadır. Gülüşündən tanıdım. In medias res Zolotaya Siricinadır. Tərcümədə deyil. Ortadan, hadisələrin ortasında. Medias. Xallar bir dənə desin. M0. Ülvi 10. Eşən Azər 30, Eşən 60. İğrənc zarafatlar da çəkirsən. Hər şey düşürək. Hamının kim olduğu bilinəcək. Narahat olmayın. Deməli, Kabula qoyanda 50-yə oldu. reklam posterləri Yevlaxular. Rus ədəbiyyatı fərqli prizmada. Ayda məsələn mən. Yunan dağdaqlarcası buraxılmış bir ad, yeməli mövzu Ay Allah. və bir bənd şeir. Reklam posterləri 20. Bir reklam posterində əsasən otellərdə olan fırlanan qapılar təsvir olunur. Qapıların tam mərkəzində, yəni ortasında xüsusi geyimli, bir ayağı havada olan qadın plakatı var. Bu balet müştərilərini reklam edir. Münxen şəhərindəki Hutweber şirkətinin kreativ reklam posterində ilk baxışdan Hitler kimi görünən iki şəxs təsvir olunur. Sadəcə bir fərqləri var. Sarı çapkın. Burada da bu. Səhvdir. Əsas odur ki, papa olsun. Posterdə yazılır. Bu çox dəyişiklik yaradır. Gəlin bizdən papaq alır. İkisinin də bığı var, ikisinin də saç deyil. Şlyapa, şlyapa. Şlyapa, papaq. 1937-ci ildə əsası qoyulan bu Amerikan korporasiyasının kreativ reklam posterində kiçik fərqlənən eyni 3 şəkil var. Çox kiçik fərqlənən 3 şəkil var. Hər 3 şəkildə taksidəki şəxs yavaş-yavaş şüşəni qaldırır və sondakı şəkildə pəncərə tam bağlanır və biz də həmin axırıncı şəxsdə şəkildə şəxsi görmürük. Bəs nə reklam olunur? Hansı kampaniya reklam olunur? İstəsiniz təzdən oxuya bilərəm. Yox. Bu Polaroiddir. Yavaş-yavaş çıxır, axırda isə tam çıxır. 80 qalıq sual. 1973-cü ildə açılmış bu təsisatın kreativ reklam posterində sizə qulpsuz stəkanda Van Gogh muzeyi sayt təklif olunur. Yetər ki, gəlin və ziyarət edin. Kim olursa. Bir reklam posterində sıra ilə düzülmüş
içində su və balıq olan iki ağzı bağlı klok və aralarında kirpi təsviri var. Parkingi şey. Bankerin aklıma kirpi təsviri var. Çox şey. Rus ədəbiyyatı fərqli prizmadır. 20. Çoğuldarçı kimilər dəstəsinə daxil olan bunun ölçüləri 25-80 sm arasında dəyişir. Əsas qida rasionuna isə malyusklar, xərçənglər və balıqlar daxildir. Çoğuldarçı kimilər dəstəsinə daxil olan bunun ölçüləri 25-80 sm arasında dəyişir. Bu qağaydı, qağayı. Çexovun qağayı. Xan hərəmindəki polyak əsilli Xan hərəmindəki polyak əsilli Mariya Patoskaya aşiq olur. Lakin tezliklə Mariya vəfat edir. O Baxçısaray komutanı. Bəli. 60. Körpələr üzərində aparılan araşdırmalara görə bunlar aralarında ən populyarlar hə, yox, top, salam sözləri var. Siz statistikaya görə ən populyar olan birinci sözü deyil. Deməli, körpələr üzərində aparılan araşdırmalara görə Maksim Gork'un ana əsəri var. ana, ana və ata sözləri var. Karl Marx Alman ideologiyası əsərində ideologiyanın hər şeyi insanları, onların münasibətlərini əslində tərsinə çevirdiyini qeyd edir və ideologiyanı buna bənzədir. Karl Marx Alman ideologiyası əsərində ideologiyanın hər şeyi insanları Obskur kamerası. Kamera obskur. Elə əsər də var. hava vurulmayan absurd əsəri və 100 faizli sual 4 günlük məhkəmədən sonra 1794-cü ilin 5 aprelində gilyotinlə həyata keçirilən edam bununla nəticələnmişdi. Nə ilə? Əsərin adı nə? Əsərin adı İsmet Çınarlı. bu Aleksey Tolstoyun Dantonun ölümü əsəridir. Dantonun ölümü. 100 faizli sualdır Rus ədəbiyyatı. Nə istəyirsən, nə verirsən? Mən dedim Radişev ölümündən. Neçə mövzu qalıb? Deməli, Yunan mifologiyası, buraxılmış bir ad, yeməli mövzu, bir bənd şeir. Hallar. Yunan mifologiyası. Populyar mədəniyyətdə. Pop artda, pop culture. Azər 30, Emil 60, Ülvi 90, Eyşən 300. Sən ölümü çəkirsən evi. Düşür, opşi götürən düşür. Mövzu nədir? Yunan mifologiyası populyar mədəniyyətdə. Edgar Allan Poe oğurlanmış məktub hekayəsində bəzi dahizə fikirləri komissar üçün bir növ buna bənzədir. Komissar öz planlarını zorla mövcud hadisəyə uyğunlaşdırmağa çalışır. Prokurst yatağı Şekspirin Fırtına əsərinin sonuncu pərdəsində məhz bu adı daşıyan personajın nitqini oxumaq olar. Yazıcı Joan Holub'un Rəngbərəng adlı əsərinin baş qəhrəmanı da eyni adlı mifoloji varlıqdır. İrida. Fırtınadan sonra göy quşağı çıxır. Rəngbərəng sözü göy quşağının rəngləri. 8 filmində Michael Ainsley'in ruhlarla dolu otaqda qeyd ediciyə səsini yazarkən ətrafdakı ruhların onun ətrafına yığılmasını hiss etdiyini bildirir. Və bu zaman özünü ona bənzədir. Kimə? Harfi. Evridikanın ardınca cəhənnəmə olan Arfey burada səsini çıxararaq oxuyur və bütün ruhlar onun ətrafına yığılır. Gəziri arxadadır. Sailor Moon mangasının əsas kişi qəhrəmanı olan Mamoru Tiba və ya Tuxedo Mask bu mifolojik personajın adını daşıyırdı. Sailor Moon mangasının əsas kişi qəhrəmanı olan Mamoru Tiba və ya Tuxedo Mask bu mifolojik personajın adını daşıyırdı. Görürsünüz? TRT-də. O da seviyeyle ilgilenen endimiyondur. Yunan mifologiyası populyar mədəniyyətdə bu endimiyondur. Çoban 100 xallıq sual. Eyni hərflə başlayan iki sözlə deyil. Vəhşi. Alexander Dumas Qraf Monte Cristo əsərində
əvvəlcə ər arvadın, daha sonra övladların və digər üzvlərin bir-biri ölüm haqqında danışarkən bu birləşmədən istifadə edir. Qraf Monte Cristo əsərində əvvəlcə ər arvadın, daha sonra övladların və digər üzvlərin bir ölümü haqqında danışarkən bu birləşmədən istifadə edir. Yunan mifologiyası. Tapsın, mən bir istəmirsən. Böyle Lüvin de tipi var, belə. Veya şey, til uleşki gözü. Tez ol, valla saat 2 işdir. 3 işdir. Mözələm. Atrey ailəsi. Atrey və qardaşı Diyes arasında hakimiyyət uğrunda mübarizə zaman demək hakim ailənin şükürlükləri məğlub olmuşdu. Kesin mövzu qalsın. 3 mövzu qalır. Eyşən 80, Ülvi 150, Eyşən 340. Deməli, buraxılmış bir xüsusi. Mən sizə aramla mətn oxuyacağam. Siz mənim mətndə oxumadığım bir dənə xüsusi ismi deyəcəksiniz. Sən deyəcəksən adam uşaq. Xüsusi isim adam adı da olmayan da. Yer adı da ola bilər. Ola bilər, bəli. 20 çox. Fırlanan maqnit sahəsinin tarazlaşdırıcı təsirini göstərmək üçün 1893-cü ildə hazırlanmış 1893. Maxwell. səhvdir. Foucault. Səhvdir. Dayı Mən sizə həmin mətni oxuyub tanımamışam. oxu. Qoy belə olsun. Fırlanan maqnit sahəsinin tarazlaşdırıcı təsirini göstərmək üçün 1893-cü ildə hazırlanmış Tesla'nın yumurtası adlı qurğunun mərkəzinə mis yumurta qoyulur və yumurta elektromaqnit təsiri ilə dimdik dayanır. Hardadır? Orada bir dənə söz var. Tesla'nın Kolumb yumurtası. Xəzərdə 1400 dəfə oynamış, utanmazlar. 16-cı əsrdə yatplanetlilərlə danışdığını deyərək yeni dil yazdığını iddia edən John Dee 1588-ci ildə əl yazmasını Kral 2. Rudolfa təqdim etdi. Voynich el yazması. Voynich. Nəriman Nərimanov yazır. Əgər vaxtında Firidun bəy Kösəlli nadanlığıma görə məni tənqid etməsəydi, indi mən şah əsərimi yarada bilməzdim. Nadir şahisi. Nadir şair, uzaq nadir. Eyni ad iki yerdə buraxılır. Davay kumir. 19-cu əsrin ən məşhur türk teatr aktyoru Keçəl Əfəndi adlı teatrşünas hesab olunur. Keçəl Əfəndi adlı teatrşünas 19-cu əsrin ən məşhur türk teatr aktyoru hesab olunur. Azər Həsən. Həsən. Öyle yazır. Qəşəng, qəşəng. Robinson Crusoe əsərinin sonunda Robinson Crusoe əsərin sonunda İngiltərəyə qayıdıb külli miqdarda sərvət sahibi olduğunu öyrəndikdən sonra Zəburdan belə bir sitat gətirir. Artıq axırı əvvəlindən daha bərəkətli oldu. İyof. Azımıza qarşılıq nədir? O da yəni ki, Da pis olur qadir millədir. Yox da gedir. Eyüp Səmrində. Allah ona. Eyşən 420. Ama bilmez ya. Azər 110. Emil 60. Ülvi 250. Ülvi deməli oxuyacağım yeməli mövzunu. Sen oğlum sen oğlum. Sonra oxuyacağım bir mən şeir. Yeməli mövzusu Ben yemək. bir şey Eyni hərflə başlayan iki sözlə deyil. Çin yemək etiket qaydalarına görə yemək çubuqları ilə qabdakı yeməyi eşələmək, qarışdırmaq bunu etməyə bənzədildiyindən mənfi mənalandırılır. Vurdunu vurma. Qəbir qazmaq. Burnunu parmaq. Reklamların birində Sakit. atlet Bob Richard əlində tutduğu bir qutu buğda peçenyesini qabdakı südün içinə boşaldır və 20-ci əsrin 70-ci ilə naib əsərini hazırlayır. 60. Anlığa bax 20-yə. New Yorkda yerləşən The London sahibi Gordon Ramsay ağladı. 12 il əvvəl Fransız Bernard Loiseau özünü öldürdü. Sizsə bu aziz səbəblər deyil. Koydu da oyna. Səsiz qalmış var. Sakit. Dişə olmuş. Yeməkdə ətin miqdarının az olması səbəbindən bunu yeyənlər bişirəni tənələyir, günahlandırır və qaşıqlarını boşqaba döyəcləyirlər. İşin ucu hətta dalaşmağın qədər də gedib çıxır. Bu şeydə Makaron Pavlovski'da şeydə o Qara Dəniz Rus ordusunda şey olmuşdur. Bununla qara bir Bir
Yeməkdə ətin miqdarının az olması səbəbindən bunu yeyənlər bişirəni tənələyir, günahlandırır və qaşıqlarını boşqaba döyəcləyirlər. İşin ucu hətta dalaşmağa qədər də gedib çıxır. Siz də söhbətin hansı yeməkdən getdiyini iki sözlə tapın. Bunu yeyənlər, yəni bunu. Aynen. Nəyi yeyənlər? Vır. Azərbaycan çempionusan risk eləməlisən sən işən. Ben diyorum ki alması da. Nifak alması. Vursa, burada bunda. Aşıq tərkibində ətin miqdarı daha çox olmalıdır. Nəinki Makaron turşunun. paplosku. Əksinə o da suallarına yaşanır. Neymiş? Turşunu ağaç qəşəng. Oo, qəşəng. Alqış, alqış, alqış. Niyə belə deyir? Big Bang Teori serialının epizodlarından birində personajlardan birinin boğazına iri sap yumağı girir. Növbəti yemək söhbət səhnəsində isə həmin personaja sapı çıxartdığına görə təşəkkür edir. Yəni bir personaj sapı çıxartdığına görə başqa bir personaja təşəkkür edir və Henry'nin soyadını çəkir. Henry'nin soyadını deyil. Ay, bildiyim. Heinz. Hamımız Deməli, insanın boğazına yemək girəndə, onu gəlib arxasından tutarsan, qaldırırsan havaya, ilk dəfə Heimlich təklif edir. Ona deyilər Heimlich manevrası. Birinci cavab Heimlich. İndi son mövzu bir bənd şeyi, demək olar ki, hər şey həll oldu. Buyub, xalları. 60 Emil, 110 Azər, 150 Ülvi, 420 Elşən. Ülvi hamısını tapsa 450 olur, budur. Qulaq as, Azərbaycan şəhərləri... Yox, mən izah edəm sizə. Hər sualda. Deməli, mən sizə şeir oxuyacağam. Siz mənə şeirdən hansı şəxsin soruşulduğunu deyəcəksiniz. Başa düşmədim. Şeir oxuyacağam. Başa düşmürsən, necə oynayırsan bu oyunu? Deyəcəksən. Şeir kiməsə həsər olur. Ay sağ ol. Başa düşdün. Mən ilə 7-dən doğulan insan 4 ilə 7-dir səni dərdlərə salan. Boşuna mı dedim şərab içsənə, getsən... Ömər Xəyyam olsun. Düzdür. Əsəbi. Qulaq bir zambaq, qaşlar... Frida Kahlo. Səhvdir. Bas. Vincent van Gogh. Səhvdir. Qulaq bir zambaq, qaşlar 2 su xərçəngi. O tutdu, sən tutmalı. Archibald da. Rəsmi olaraq iki qat Azərbaycan çempionları. Və 10 artım 10 gəlir bə. Sualları oxu da heç olmaz. Bəli, 5 dənə mənfili. 30. Amma 5-dən satmır. 5-dən mənfili. 5'e minusa. Bu məsum sadəlik, saflıq. Bilsəydi nə qədər o müqəddəsdir. De. Səhvdir. Ben bilirim ya. Yəni oxu. Yangus. O süper prostata. Buna görə bu adam finala çıxmağa layiq deyildir. Onun yangus öğrendim. 80 qaldı sual. Gecə ay üzünə salarkən işıq, verir camalına hərdən yaraşıq. Adriya, bir sənə olmaram aşiq, mən öz xəzəlimə vurğunam, adost. Adriya. Mənəm, Mehdi Hüseyin. Mehdi Hüseyin Zaten. Vurardın, vurardın. Tuturdun hə. Son sualdan qalırsa, deməli, Son sualı vursa, yenə ikinci olur. Yox, üçüncü yer söhbəti var. 70 Azər, 80 Emil. Mən neçəyəm? Sən 190. Həqiqi sən buradan mütləq qardaşlar. Kartlar yazarsan. Deməli, Ülvi, oxuyuram. Dodaqlarımda gerisi sükut. Əsla yumulmayan ağızlara nifrət edirəm.
Eşitdiyiniz misraların müəllifi 6-cı əsrdə İmperator Justinianın sarayında Pavel Silentari. Gələ Video çəkilişində əməyi keçmiş Elvin İbrahimov. Qalibin kubukla şəkli. Xahiş edirəm. Yox, bir dənə şəkil çəkin. Video ilk öncə qalibin. Aman tanrım birinci yer. Mən də düşürəm burada. Fərdi oyun üzrə ikinci Azərbaycan cəmiyyəti birinci yer Elşən Quliyev. Elşən Quliyev. Babək, Eşkin, Elgün. Mobitikdən yazma, adam ol. Elgün. Sonra Əşrəf. Sonra kim müəlliflər? Emin Məsimli. Oy Məşhur Emin. Oy oy oy. Gələn görüşək. Fotoları üçün İbrahimova öz təşəkkürümüzü bildirir videonun çəkilişinə görə. Dəyən şahlar xoş. Sən bu indidən niyə gəldin?